Sosial şəbəkələr çox ev yıxacaq. Qoca qarılar da yola çıxacaq. Ailənin başını yerə soxacaq. Ayılın ey millət, abırla həyamız yoxa çıxacaq. Tənqidə razı deyil bəzi insanlar. O yüzden heç sevmir düzü insanlar, deyəndə üzünə səhvi olanda kükrəyir üstünə naşı insanlar. Nə deyək, susaq heç danışmayaq. Fəlakət bürüyür biz ayılmayaq. Fürsəti olanda tez boylananlar nə tez hazır olur gözünü yuman. Deyir ki demə heç görsən də bunu. Edəcəm yenə də əyrini doğru. Mənə söz deyənin gərək ki boynu çox yoğun olmalı. Adamım dolu. Arımız var idi yox olub çoxdan. Utanmaq həyadan yox olub o da heç kimə bu dərdi demək də olmaz. Çox millət bilirdi həyalı bizi. Ekranda canlanır yolunu azan, evindən götürüb başını qaçan. Dolanmır evində ər ilə arvad, onun da həllini ekranda görür. Biz ayıb bilirdik bəzi işləri. Nə vaxtdan yox olub böyüyün sözü, dinləmir nə kiçik böyüyün sözün, o yüzden tapmırıq çörəklə ruzi. Çağırır ekranda səs-küyü bitmir, sosial şəbəkədən gətirir sözü, çox ağır fəsadı gətirir özə, deyəndə təriflə, öyür özünü. Bir sual verək biz millət olaraq. Cəsarət bu mudur həyasız olmaq? Nə üçün həllini tapıb ekranda üst tutur televiziya bəzi insanlar? Aparır verilişi sanki hakimdir. Ay adam sən deyilsən nə hakim, vəkil, ailədən başlayır tərbiyə sözü. Çağırıb insanları sındırır özü. Ağır olacaqdır halımız belə. Bizə lazım deyil həyadan bezən, millətin abrını töküb çöllərə. Yaraşmır bu xalqa, bu cür bivəclər. Ayılın insanlar, yatmısınız niyə? Amma var millətdə düzünü deyən, çünki hələ vardı yenə namuslu kəslər, onlar qoymayacaq millət bükülə. Həyasız artacaq bilirik bunu. Paltarsız çıxanlar ekranda dolu, onlar itiribdir həyanı çoxu, qınaqla bitirək onların sonu. Ayıbdır deməyim, qoy qalsın yenə. Utanıb demirəm çox sözü məndə, iffəti olmayan həyasız kəsə, desən demin sözü, düzəlməz yenə. Ya Rəbbim, nə pisdir günahla dolu yaşamaq. Ağlayır namuslu adam gözü dolanda, susmaz ki göz yaşı durmayan adam, dinib danışacaq nifrətlə düzü. Kömək ol ya Rəbbim, batmasın millət. Abrımız, həyamız getməsin əldən, gələcək nəsillərə ötürək yenə, az da olsa qalan qeyrətimizi.